ki, Sulutəpə qəsəbəsindəki Pənahabad küçəsi, Masazır kəndi, Biləcəri qəsəbəsi, Xırdalan şəhəri, Qobu Hökməli yolunda vəziyyət çətinləşib, adı çəkilən əraziləri su basıb, nəqliyyatın hərəkəti çətinləşib. Bəzi yerlərdə yolların keçilməz hala düşdüyü, avtomobillərin suyun içində qalaraq hərəkətdə çətinlik çəkdiyi bildirilir. Sakinlərin sözlərinə görə güclü yağışlar nəticəsində yaranan bu vəziyyət gündəlik həyatı iflic edib ərazidə hərəkət etmək demək olar ki, mümkünsüzləşib.